Mən Səməd Behrəngi. Bu gün sizə Balaca Qara balıq nağılının ikinci bölümünü anlatacağam. Keçən bölümdə gördük ki, balaca qara balığımız yeni dünyaları tanımaq üçün yola çıxdı. Arxda irəlilədikdən sonra balaca balıq kiçik bir şəlalədən aşağı sürüşüb bir gölməçəyə düşdü. O bu vaxtacan bu qədər suyun bir yerə yığışdığını görməmişdi. Suda minlərlə çömçə quyruq gəzişirdi. Balaca balığı görəndə onu lağa qoydular. Bir bunun patletnə zadına bax. Biz səhərdən axşama qədər dünyanı gəzirik. Amma özümüzdən, ata-anamızdan, balaca qurdlardan və böcəklərdən başqa heç kimi görmürük. Sən necə bir məxluqsan? Balaca balıq soruşdu. Siz ki gölməçədən qırağa çıxa bilmirsiniz, necə dünyanı gəzib dolanmaqdan danışırsınız? Çömçə quyruqlar təəccübləndilər. Məgər gölməçədən başqa da özgə dünya var? Balaca qara balığı da gülmək tutdu. Dedi. Ananız hardadır? Bu zaman gölməçənin qırağındakı iri daşın üstündə oturan ana qurbağanın gür səsi balaca balığı diskindirdi. Qurbağa başını suyun altına gətirib dedi. Buradayam mən. Bir belə ömür eləmişəm və başa düşmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. 100 ildə ömür eləsən, yenə geri qalmış cahil qurbağa kimi qalacaqsan. Qurbağa hirsləndi və balaca qara balığın üstünə yügürdü. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca balıq dığırlanıb bir dərəyə düşdü. Oradan üzüb keçmək istəyən balaca qara balığın gözləri xərçəngə sataşdı. O bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Xərçəng balaca balığı görüncə dedi. Nə ədəbli balıqsan, gəl qabağa görüm. Mən dünyanı gəzməyə gedirəm. Cənabınızın yeminə çevrilmək istəmirəm. Niyə belə qorxaqsan balaca balıq? Qorxaq deyiləm, gördüklərimi deyirəm. Çox yaxşı. İndi də görüm, niyə mənim səni ovlayacağımı düşündün? Xərçəng bu sözləri deyib, yanlarını basa-basa balaca balığa tərəf yeridi. Xərçəngin gülməli yeriyişindən balaca qara balığı istəmədən gülmək tutdu. Nağılın 3-cü bölümünü gözləyin.